بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله على نبينا محمد وعلى آله وصحبه أجمعين ومن تبعهم بإحسان إلى يوم الدين Rabbi şrahli sadri və yəssirli əmri və hlul uqdətən min lisani yəfqahu qavli. Əziz qardaşlar, möhtərəm müsəlmanlar, Allahdan istəyirəm ki, bu məclisi hər birimiz üçün faydalı etsin. Sonra dəyərli qardaşlar, hər bir müsəlman, hər bir insan düşünməlidir ki, Allah Teala insanlıq üçün bir çox nemətlər bəxş edib. Necə ki, Allah Teala öz mübarək kitabında da bildirir: "Və in ta'uddu ni'matallahi la tuhsuha." Əgər siz Allahın nemətlərini saysanız, o nemətləri sayıb qurtara bilməzsiniz. Bir mənalı olaraq. Allah Teala insanlığa o qədər nemətlər bəxş edib ki, ayədə bildirilən nədir? Kimədir xitab? İnsanlığa. Və in ta'uddu ni'matallahi. Əgər siz Allahın nemətlərini saymağa qalxsanız, çalışsanız, la tuhsuha. O nemətlərin heç birini sayıb qurtara bilməzsiniz. Ona görə insan öz üzərində olan nemətin qədrini, qiymətini bilməlidir. Və həmçinin ona bəxş olunan nemət də Allahdandır. Necə ki, başqa bir ayədə Allah Teala buyurur: "Və mə bikum min ni'mətin fəminəllah." Sizə olan nemətlər həmsi Allahdandır. Deməli, insanlığa göndərilən, bəxş olunan nemətlərin hamısı bir mənalı olaraq Allah Subhanahu və Teala'dandır. Ona görə insan daimi xatırlamalıdır, düşünməlidir ki, Allah Teala ona bir çox nemətlər bəxş edib. Və bu nemətlərə görə də insan daim gərək şükr etsin Allaha. Nə qədər şükr etsə, yenə də azdır. Düşünün, fikirləşin ki, Allah Teala Quran-ı Kərimdə fikir verin, diqqət edin, nə deyir? Ələm nec'alləhu aynayn. Biz ona iki göz vermədikmi? Və lisanən və şəfətəyn. Eləcə də ona bir dil və iki dodaq vermədikmi? Yəni, hər bir insan öz-özlüyündə düşünməlidir ki, Allah Teala bu ayələrdə açıq-aydın insanlığa bildirir ki, ey insan, biz sənə iki göz vermədikmi? Eləcə də sənə bir dil və iki dodaq vermədikmi? Yəni, Allahın insana bəxş etdiyi nemətlər saysız və hesabsızdır. Ona görə insan düşünməlidir ki, bu nemətin özü Allahın insana göz neməti, dil neməti bəxş etməsi ən böyük nemətlərdən biridir. Nə qədər insanlar var ki, əziz qardaşlar, əziz müsəlmanlar, çevrəmizdə görməkdən məhrumdur, danışmaqdan, nitq etməkdən, öz fikirlərini səsləndirməkdən məhrumdur. Ona görə insan əgər görə bilirsə, danışa bilirsə, bu ona Allahdan böyük bir nemətdir və bu neməti dəyərləndirməlidir. Ona görə fikir verin, Allah Teala bu nemətlə bərabər insanın danışa bilməsi üçün dil neməti ilə bərabər dilini qorumaq üçün iki dodaq bəxş edib. Hansı ki, o dodaq insanın ağzını örtür. Və eləcə də Allah Teala insanın görməsi üçün o gözlərinə qapaqlar bəxş edib, xəlq edib, yaradıb. İnsanın gözlərini o qapaqlar örtür. Yəni, insan düşünməlidir ki, bunların özləri də özlüyündə ayrıca bir nemətdir. Ona görə qulun üzərinə düşən, insanın üzərinə düşən bu nemətləri daim Allaha ibadət və itaat üzərində istifadə etməsidir. Və həmçinin Allahın qəzəbini gətirməyəcək, qəzəbinə səbəb olmayacaq əməllər üzərində istifadə etməsidir. Allah Teala'ya bu nemətlərin qarşılığı olaraq, şükür olaraq insanın üzərinə düşən nədir? Yəni, bəxş olunan insana dil, göz, neməti, insan bunun şükürünü necə verə bilər? O zaman bu şükürü verə bilər ki, Allahın ona bəxş etdiyi dili Allahın qəzəbinə gətirməyəcək əməllərdə istifadə etməsin. Və həmçinin eləcə də Allaha ibadət və itaat üzərində istifadə etsin. Və bu onun nemətidir. Və bu nemətin qarşılığı olaraq şükürdür. Yəni, bu cür, necə ki, alimlər qeyd edirlər ki, insan ona verilən o dil nemətini, ona o verilən o göz nemətini necə şükürünü ödəyə bilər? O zaman ödəyə bilər ki, Allaha ibadət və itaat üzərində istifadə etsin o nemətləri. Və bu zaman deyir, o həmin nemətlərin şükürünü ödəyə bilər. Fikir verin, əziz qardaşlar. Yəni, insan dilini qoruduğu təqdirdə, gözünü qoruduğu təqdirdə Allah Teala ona dünyada və axirətdə bir çox xeyirlər nəsib edəcək, müvəffəq edəcək. Və o, deməli, faydalardan, o nemətlərdən
biri də odur ki, əgər insan dilini düzgün istiqamətdə, düzgün yolda, düzgün şəkildə istifadə edərsə və həmçinin səbəbdir ki, bütün əzalar salamat qalsın. Və bu da onun faydalarından. Əgər insan öz dilini qoruyarsa, dilini himayə edərsə, bütün şər olan, fitnə olan və günahlara səbəb olan hər bir şeydən dilini qoruyarsa, bu onun bütün əzaları üçün xeyirdir. Və əzalarını qorumuş olur. Bütün əza üzvlərini. Əksi halda, əgər insan dilini qorumadığı təqdirdə, o zaman bütün əzalara mənfi təsir göstərir. Fikir verin. Deməli, İmam Tirmizinin rəvayət etdiyi bir hədis var. Əbu Səid Əl-Xudrinin rəvayət etdiyi hədisdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, deyir ki, Adəm övladı sabahladığı zaman bütün əzaların hamısı dilə yönəlir. Sanki dilin qarşısında dilə tabi olaraq ona yönəlir və deyir ki, bizə görə Allahdan qorx və biz səninlə ayaqdayıq. Əgər sən düzgün istiqamət üzərində olarsansa, doğru olarsansa, biz də o zaman doğru olarıq. Yox, əgər sən əyilərsənsə, yəni doğru istiqamətdən çevrilərsənsə, o zaman biz də sənə görə əyilərik. Yəni həmin o doğru istiqamətdən çevrilmiş olarıq. Ona görə insan dilini nə qədər qoruduğu təqdirdə qorumuş olarsa, bütün əzalarına, bütün orqanlarına təsir edər. Eyni zamanda da yəni qorumadığı təqdirdə bu ona mənfi təsir göstərər. Və həmçinin fikir verin, başqa bir rəvayətdə, İmam Buxarinin rəvayət etdiyi hədisdə, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qul Allahı razı salan bir kəlmə işlədərsə, bir söz danışarsa və hansı ki, fərqinə varmazsa o danışacağı söz nə ilə nəticələnə bilər? O zaman deyir ki, qulun deyir dərəcələri Allah qatında ucalar. Yəni insan deyir ki, Allahı razı salan bir söz danışarsa və həmin o sözün onun özündə, yəni nə ilə qarşılaşacağının fərqində olmazsa və o zaman deyir ki, Allah onun səbəbi ilə, o danışdığı kəlmə səbəbi ilə, söz səbəbi ilə o kəsin dərəcələrini yüksəldir. Və buna oxşar hədisdə, başqa bir hədisdə yenə Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, sizdən biri Allahın razılığını qazanacaq bir söz söyləyərsə və bu söz də onun nələrlə qarşılaşacağını, nələr qazandıracağını bilməzsə həmin kəs. Və bu zaman deyir ki, Allah deyir onu o söylədiyi söz səbəbi ilə özü ilə qarşılaşana qədər və ona öz razılığını yazar. Fikir verirsən, yəni insan elə bir söz danışır ki, yəni fikirləşmir, düşünmür, yəni hədisin məğzində məsələ odur ki, yəni Allahın razılığını qazanacaq bir söz ifadə işlədir, danışır və bunun nə ilə nəticələnəcəyini və nəyi qazandıracağını bilməzsə və Allah deyir həmin onun o danışdığı sözün sayəsində özünə qovuşana qədər, özü ilə qarşılaşana qədər ona öz deyir razılığını yazmış olar. Ona görə insan çalışmalıdır, dilini daimi xeyir sözlərə, xeyir ifadələrə istifadə etsin. Çünki dil ən mühüm məsələdir, əziz qardaşlar. Baxın, başqa bir rəvayətdə, çox möhtəşəm bir rəvayətdir. Deməli, Muaz ibn Cəbəl rəvayət edir bu hədisi. Deyir ki, Rasulullah sallallahu aleyhi və səlləm dedi ki, sənə bütün işlərin nə ilə tamamlanması haqqında xəbər verimmi? Yəni, bütün məsələlərin sonuc nöqtəsi olaraq, son nöqtəsi olaraq nə ilə tamamlanması barədə xəbər verimmi? Dedim ki, bəli ya Rasulallah, xəbər ver. Və bu zaman deyir, Rasulullah sallallahu aleyhi və səlləm deyir, dilini tutdu və dedi. Dedi ki, dilini saxla, dilini qoru. Fikir verin, görün necə mühüm məsələdir. Səhabə deyir ki, Muaz ibn Cəbəl, Allah ondan razı olsun, deyir ki, ya Nəbiyyallah, ya Rasulallah, deyir, məyər deyir, biz hər danışdığımıza görə sorğu-sual olunacağıq. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Ərəblərdə belə bir deyim var idi. Deyir ki, anan səni itirsin ey Muaz. Məyər deyir, bütün insanların üzü üstə cəhənnəmə atılmalarına səbəb onların dilləri ilə qazandıqları deyilmi? Çox mühüm məsələdir. Ona görə insan çalışmalıdır, dilini daim xeyir
sözlərə, xeyir ifadələrə alışdırsın. İnsan bilmir nə ilə nəticələnəcək. Bax, bu hədisdə açıq aydın insana bildirilən nə var? Sahabə deyir ki, ya Rasulallah, məyər deyir, biz hər danışdığımıza görə sorğu-sual mı olunacağıq? Allah Rəsulü açıq aydın bildirir ki, məyər deyir, bütün insanların üzü üstə cəhənnəmə atılmalarına səbəb onların dilləri ilə qazandıqları deyilmi? Həqiqətən acınacaqlıdır, əziz qardaşlar, əziz müsəlmanlar. Yəni, müsəlman çalışmalıdır, dilini qorusun. Müsəlman çalışmalıdır, yəni insanların irzinə toxunmaqdan, qeybət etməkdən, nəmmamlıq etməkdən özünü qorusun. Çünki böyük günahlardandır. İnsan ona görə qiyamət günü ağır olacaq haqq hesabı. Allah bizim hər birimizə dilimizi qorumağı nəsib etsin. Fikir verin, əziz qardaşları, dili qorumağın səbəblərindən biri də insanın əməllərinin islah olması və eyni zamanda Allahın bağışlamasına səbəb olur. Allah Teala Quran-ı Kərimdə açıq aydın bildirir ki, Ya eyyuhəl-ləzīnə əmənuttəqullah, ey iman gətirənlər, Allahdan qorxun, və qulu qavlən sədidə, doğru söz söyləyin, doğru danışın. Bu ayə açıq aydın nəyi bildirir? Ayənin növbəti hissəsinə diqqət edin. İman gətirənlərə Allah Teala xitab edir. Ey iman gətirənlər, Allahdan qorxun və doğru danışan olun. Və sonra buyurur ki, yuslih ləkum a'mələkum və yəğfir ləkum zunubəkum. Doğru danışanlardan olun ki, Allah sizin əməllərinizi islah etsin və eləcə də sizin günahlarınızı bağışlasın. Və mən yuti'illəhə və rasuləhu fəqəd fəzə fəvzə azimə. Allah Teala ayənin ardında bildirir ki, kim Allaha və Rəsuluna tabi olarsa, artıq o deyir, böyük bir qurtuluşa nail olmuş olar. Fikir verin, burada əsas önəmli nöqtə nədir? Allah Teala bildirir ki, siz doğru danışanlardan olun ki, Allah sizin əməllərinizi islah etsin. Və bununla bərabər Allah sizin günahlarınızı bağışlasın. Deməli, insanın əməllərinin islah olması və həmçinin insanın günahlarının bağışlanmasının səbəbi nədən irəli gəlir? İnsanın dilini qoruması, doğru danışması, günahlardan uzaq tutması, günahlara düçar olmaması və həmçinin əziz qardaşlar, insan dilini qoruduğu təqdirdə mütləq Peyğəmbər sallallahu aleyhi və səlləm tərəfindən açıq aydın xəbər verilmişdir ki, Allah Rəsulü ona zamin olmuşdur ki, qiyamət günü onun cənnətə daxil olması barəsində. Və çox mühüm məsələdir. Əgər insan dilini qoruyarsa, mütləq cənnətə daxil olacaq. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm açıq aydın İmam Buxarinin rəvayət etdiyi bir hədisdə bildirir. Səhl ibn Sədin rəvayət etdiyi hədisdir. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, kim mənə iki çənəsi arasındakını və həmçinin iki qıçı arasındakını qorumasına zəmanət verərsə, mən onun cənnətə daxil olmasına zamin olaram. İki çənə arasında olan nədir? İnsanın dilidir. Və eyni zamanda iki qıçı arasında da olan onun övrətidir. İnsan əgər bunu qoruduğu təqdirdə Rasulullah sallallahu aleyhi və səlləm açıq aydın bildirir ki, mən onun cənnətə daxil olması üçün zaminəm. Zamin duran kimdir, əziz qardaşlar? Rasulullah sallallahu aleyhi və səlləm. Allahın elçisidir. Zəmanət altına alınmış olan kimdir? Dilini qoruyan kəs. Və o kəs nəticə etibarilə nəyi qazanır? Cənnətə daxil olmağı qazanır. Ona görə insan dilini qoruduğu təqdirdə və həmçinin necə ki Rasulullah hədisdə bildirdi, iki qıçı arasındakı olanı qoruduğu təqdirdə açıq aydın bildirir ki, mən onun cənnətə daxil olması üçün zəmanət verirəm. Və həmçinin əziz qardaşlar, insan dilini qoruduğu təqdirdə bir mənalı olaraq nicat tapacaq, qurtuluşa nail olacaq. Və həm dünyada və həm də axirətdə. Uqbə ibn Amirin hədisində diqqət edin. Rasulullah sallallahu aleyhi və səlləmin səhabəsi Rasulullaha belə deyir. Qultu ya Rasulallah, mə ən-nəcət. Dedim ki, ey Allahın Rəsulu, nicat nədədir? Qurtuluş nədədir? Uğur nədədir? Fikir verin. Rasulullah açıq aydın bildirir bu hədisdə. Buyurur ki, dilini qoru, dilini saxla və həmçinin qoy evin sənin üçün geniş olsun, evini geniş et və sən öz xətaların, günahların üçün ağla.
hədisdə qeyd olunan əsas önəmli olan nöqtə nədir? Allah Rəsulu açıq-aydın bildirir ki, insanın nicat tapmasının, insanın qurtuluşunun başlıca səbəbi dilini qorumasıdır, dilini saxlamasıdır. Nədən? Qeybətdən, nəmmamlıqdan, fuhuş ifadələrdən, günahlardan, günahlara səbəb olan bütün nə ki var onlardan, Allahın qəzəbinə gətirəcək bütün hər şeydən insan dilini qoruduğu təqdirdə Allah Teala onu nicata çatdıracaq. Və həmçinin hədisdə qeyd olunan nədir? Qoy deyir, evin sənin üçün geniş olsun. Yəni evini geniş et. Hədisin bu ibarəsində alimlər qeyd edir ki, yəni sən evinə çəkil və evində xəlvətdə Allaha ibadət et. Rəbbinlə baş-başa qal və fitnələrdən uzaq ol. Yəni bütün dedikodulardan və fitnələrin hər növündən uzaq ol və Rəbbinə itaət et, Rəbbinə bağlan. Və sonra hədisin sonuncu ibarəsi, sonuncu cümləsi nədir? Rasulullah buyurdu ki, sən günahlarına görə ağla. Bəli, əziz qardaşlar, hər bir müsəlman günah edəndir, xəta edəndir. Və günah və xəta etdiyi təqdirdə, günahlarına görə Allahın qarşısında xəlvətdə o ağlayarsa, Allah Teala onu nicat tapanlardan edər. Başqa bir hədisdə Abdullah ibn Amrın hədisində fikir verin. Rasulullah sallallahu aleyhi və səlləm dedi ki, kim susarsa, yəni dilini qoruyarsa, bir mənalı olaraq nicat tapar. Ona görə dəyərli qardaşlar, hər bir müsəlman çalışmalıdır ki, bu həyatda dilini qorusun, nicat tapması üçün, Allahın razılığını qazanması üçün və həmçinin Allahın məğfirətinə, bağışlamasına nail olması üçün, əməllərinin islah olması üçün çalışmalıdır, dilini qorusun. Və dili qorumaq həm insanın dünyada, həm də axirətdə bir çox xeyirlərə nail olmasına səbəbdir. Uca Allahdan istəyirəm ki, bizim hər birimizə dilimizi qorumağı nəsib etsin. Allahdan diləyirəm ki, bizim hər birimizin dilimizlə etdiyimiz xətaları, nöqsanları, günahları bağışlasın. Allahdan diləyirəm ki, bizi öz dini üzərində sabit qədəm etsin və bütün əməllərimizi ixlaslı etsin və uca Allahdan istəyirəm ki, valideynlərimizə rəhm eləsin, zürriyyətimizi salihlərdən etsin və Allah Teala zülmə məruz qalan bütün müsəlmanlara yardım etsin və Allahdan istəyirəm ki, hər birimizi iman üzərində yaşadıb, iman üzərində bu həyatdan köçməyi müvəffəq etsin. Sallallahu ala nebiyyina Muhammedin və ala alihi və sahbihi əcma'in. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la ilahe illa əntə əstəğfiruka və ətubu ileyk.